Cavabımızda qeyd edir ki, Mete xanın fəaliyyətinə aid deyil. Mete xan hakimiyyət illəri Asiya Hun dövlətinin hökmdarı olub. Hakimiyyət illəri 209-dan eradan əvvəl 174-ə qədərdir. Hakimiyyət dövrü Asiya Hun dövlətinin ən güclü dövrüdür. Fit çalan oxların düzəldilməsi, bəli, fit çalan oxları düzəltmişdir. Monqol və Tibet tayfalarını tabe edib, hətta Mərkəzi Asiyada yaşayan 26 tayfanı da özünə tabe etmişdir. Xan sülaləsi ilə sülh imzalanması. Xan sülaləsi ilə eradan əvvəl 200-cü ildə Pinçen müqaviləsi imzalanmışdı. Bu da doğrudur. Çinin şimal ərazilərinin Hun dövlətinə verilməsi. Xan sülaləsi ilə imzalanan Pinçen sülhünə görə Çinin şimal əraziləri Hun dövlətinin nəzarətinə keçmişdi. Burada bizə deyir aid deyil. Aid deyilsə cavabımız olacaq C variantı. Çünki Çin qoşunları tərəfindən məğlub edilməyib. Əksinə Mete xan Çin qoşunları məğlub etmişdir.